Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bugün 5 aprel tarixində keçirilmiş 9-cu sinif buraxılış imtahanının suallarını sizinlə birlikdə nəzərdən keçirəcəyik. Əgər siz də imtahanda iştirak etmisinizsə və yaxud növbətlərə hazırlaşırsınızsa, bu video sizin üçün çox faydalı olmuş olacaq. Videonu diqqətlə izləməyi unutmayın. Gördüyünüz kimi mən B variantından suallarını izah etmiş olacağım. Baxaq 27-ci suala. Qələmimizi götürək buradan. La-nın işlənmə məqamlarının düzgün uyğunluğunu müəyyən edin. La özü bax verib burada. Demək bir qoşma kimi, bağlayıcı və zərf düzəldən şəkilçi kimi çıxış edir. Səfi dayı qonaqlıqda Hüseynlə tanış olmuşdu. Baxın ismə qoşulubdu. Buna görə deyəcəyik Lalə burada qoşmalı isimdir. Ona görə A-nı yazacağıq 1-ə. 2-də, yəni B-də Rizvanla Qədir Kürün sahilinə doğru qaçmağa başladılar. Rizvan və Qədir. La-nı və ilə əvəz edə biliriksə bağlayıcıdır. İkinci bir fərq kimi demişdik ki, cümlənin xəbəri cəmdədirsə, o zaman bağlayıcı olmuş olur. B-ni yazacağıq 2-yə. Elə şərq ölkələri var ki, oraya günəşlə bərabər insən, yenə də dərinliklərə nüfuz edə bilməzsən. Baxın, günəşlə bərabər insən yenə ismə qoşulubdur. La burada qoşmalı isim deyəcəyik. C-ni yazacağıq bura. D-də ertəsi gün həvəslə bizi həmin tədbirə çağırdı. Əgər demişdik ki, mücərrəd ismə qoşularsa, bu zaman zərf düzəldən leksik şəkilçi olacaq. Həvəslə D-ni yazacağıq 3-ə, zərf düzəldən şəkilçi. Y-də isə həmin illərdə Nəcəf bəyin komediyaları böyük müvəffəqiyyətlə tamaşaya qoyulurdu. Baxın, müvəffəqiyyət yenə mücərrəd isimdir. La-lə zərf düzəldən şəkilçi olmuş olacaq. Yeni də yazdıq bura. Deməli, doğru cavabımız 1A-cı, 2B, 3-də D-Y, A variantı. 28. Fərid sinifdə hamıdan kiçikdir cümləsində xəbər hansı nitq hissəsi ilə ifadə olunmuşdur? Xəbərimiz kiçikdir. Bu zamanda nə olacaq? Bu sifət olmuş olacaq. Çox asan bir sualdır. 29. Sual işarəsinin yerinə hansı şəkilçi yazılsa düzəltmə söz alınar? Güllər. Deməli, düdü, ürdü, müşdü, sədi. Bunlar qrammatik şəkilçilərdir. Eyni zamanda baxın, bu üçü nədir? Zaman şəkilçisidir. Bunu şərtdə hissə kimi də düşünə bilərik. Yenə qrammatik olur. Bir dənə qalır burada çı-çi, çu-çü şəkilçisi ki, o sözlərə qoşulanda düzəltmə söz yaranmış olur. Sonra 30-cu suala baxaq. Nümunənin təhlilinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Bu tip cədvəl sualları artıq bu il qəbula çox düşür. 11-lərin də buraxılışına düşmüşdü. Necədir demək? Doğrudan doğru, yanlışdan yanlışı seçirik. Hər iki misrada ismi birləşmişlənmişdir. Oxuyaq. Alnındakı qırışlar adicə qırış deyil, öz xalqının keçdiyi istirab yollarıdır. Alnındakı qırış, bir də istirab yolları. İsmi birləşmə var, doğrudur. İkinci misradakı isimlərdən ikisi həm hal, həm mənsubiyyət şəkilçisi. Deməli, həm hal, həm mənsubiyyət deyil qəbul edib. Baxaq, görə ikinci misranın isimləri hansılardır? Öz xalqının keçdiyi istirab yolları. Baxın, xalqının mənsubiyyət hal var. Amma istirab yollarında həm hal, həm mənsubiyyət yoxdur. Ona görə 2 yanlış olacaq. İkilər hansında var? Çıxaq. 3-də birinci misradakı isimlər eyni haldadır. Birinci misranın isimləri hansıdır? Alnındakı qırışlar adicə qırış deyil. Qırışlar, bir də qırış. Bəli, eyni halda, yəni adlı haldadır. 3-ü düz götürəcəyik. İkinci misrada ismi xəbər söz birləşməsi ilə ifadə olunub. İkinci misranın ismi xəbəri deməli nədir? İstirab yollarıdır. Bəli, burada ismi xəbərdir, söz birləşməsi. İkinci növ təyin söz birləşməsidir. Bu doğrudur, ona görə 4-ü götürmürük. 5-də deyir, birinci misrada həm baş, həm də ikinci dərəcəli üzvü izah edən təyinlər işlənmişdir. Baxın, gəl bunu pozaq, təhlilini yazaq onun. Deyir ki, alnındakı qırışlar adicə qırış deyil. Qırış deyil, xəbər. Necə qırış adicə? Nə qırışlar? Hansı alnındakı? Görürsünüz, burada 5 yanlış olacaq. Birinci misrada
deyir. Həm baş, həm ikinci dərəcəli üzvü izah edən təyinlər. Ona görə 5-i götürürük. 6-da isə nümunədəki sifətlər azaltma dərəcəsindədir. Xeyr, adi dərəcədədir. Baxın, alnındakı. Doğru cavabımız B variantı olmuş olacaq. 31. Biri yalnız baş üzvlərdən ibarətdir. Bu il məhsulumuz bol oldu. Hansı il? Bu il ikinci dərəcəli üzv var. Əqrəb qorxulu həşəratdır. Necə həşərat qorxulu? Burada da yoxdur. Nəriman şəhərdə yaşayırdı. Harada? Şəhərdə. Yenə ikinci dərəcəli üzvümüz var. Bizə lazımdır ki, mübtəda, bir də xəbər olsun. Kinodan sonra evə qayıtdıq. Nə vaxt, nə zaman? Kinodan sonra zərfliyimiz var. Sizin qonşunuz həkimdir. Kimdir, həkimdir? Kim? Sizin qonşunuz. İkinci növ təyini söz birləşməsidir. Mübtəda xəbər olmuş olacaq. Deməli, doğrumuz Y variantı. Keçid edək 32-ci suala. Elə adamlarla oturdur ki, hamı onlardan razılıq etsin. Səhvi istəyir. A-da deyir, hər iki tərkib hissədə tamamlıq işlənmişdir. Baxaq, nə etsin? Razılıq etsin. Kimdən? Onlardan. Kim? Hamı. Elə adamlarla oturdur. Aha. Burada doğrudur. Əvəzliklə ifadə olunmuş mübtəda işlənmişdir. Hamı bəli əvəzlikdir. Qeyri-müəyyən əvəzlik mübtəda rolundadır. C-də işarə əvəzliyi təyinin ifadə vasitəsidir. Bəli, elə adamlar. Necə adamlar? İşarə əvəzliyidir. Təyinin ifadə vasitəsidir. D-da xəbərlər mürəkkəb feillə ifadə olunmuşdur. Razılıq etmək mürəkkəb feil. Tərkibindəki cümlələr ümumi şəxslidir. Baxaq. Burada hamı mübtədası var. Ona görə ümumi şəxsli olmayacaq. Doğrumuz Y variantı. 33. Hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Burada mübtəda kimi düşünürsən. Bir də deyirsən ki, Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Bu hər iki məqamda olur. Sabir, Orxan, Turac və Anarla danışılsın. Bir də deyirsən ki, Sabir, Orxan, Turac və Anarla bir dəfə müraciət, bir dəfə mübtəda kimi. C-də nə deyir? Lalə, Əhməd də Uğurda hesabat hazırlasınlar. Lalə, Əhməd də Uğurda hesabat hazırlasınlar. Burada biz bunu ancaq xitab kimi düşünə bilirik. Çünki bax, burada bu dadə var deyə, bunu sən mübtəda kimi, hamısını mübtəda kimi yəni düşünə bilmərsən, ilk sözü belə. Ona görə doğru cavab burada C olacaq. Akif, Vəli və Toğrul danışsınlar. Bir də deyirsən Akif, Vəli və Toğrul danışsın. Sahib, Elşən, Tuqayı tədbirə dəvət etdilər. Mübtəda kimi, bir də sahibə müraciət edirsən xitab kimi. Hansı söz feilin əmr şəklindədir? Əmr şəkli necə idi? Feilin kökü və ya başlanğıc forması. Feil kökü və ya başlanğıc forma plus şəxs sonluqları. İşləyəcək, acaqəcək, zaman var, xəbər şəklindədir. Öyrənə, kaş öyrənə, arzu şəklindədir, A-əsi var. Sonra danışar, ar-ər, zaman şəkilçisi var. Baxın, olacaq xəbər şəkli, gələsidir də ası-əsi var, lazım şəkli. Oxuyun, oxu, oxuyun. Doğru cavab Y variantı. Hansı cümlədə səhv yazılmış söz var? Çin, küdurət qəlbdə kölgə kimi dolaşar. Və burada Çin küdurət olacaq. Baxın, bunun düzgün yazılışı belədir. Ü ilə yazılır. Çin küdurət. Doğrumuz A. Kompüteri ehtiyatla istifadə et, səhvlik yoxdur. Vətənimizin sərvətləri boldur, səhvlik yoxdur. Əfv etmək və unutmaq yaxşı insanların intiqamıdır. Universitet tələbələri uğur qazandılar. Bunlarda da heç bir yanlışlıq yoxdur. Hansı cümlədə o yalnız şəxs əvəzliyi kimi düşünülə bilər? Durğu işarələri buraxılıb. O evin yiyəsi Nazim Səfərlidir. O evin yiyəsi. Burada ancaq şəxs kimi yox, ancaq işarə kimi düşünə bilirsən. O maşına doğru getdi. Deyirsən kim o? Bir də o maşın. Hansı maşın? Hər iki məqamda olur. C variantında o məktəbin həyətini addım-addım dolaşdı. Kim o? Bir də o məktəb. Hansı məktəb?
O içəri girib baş əydi. Kim o? Bu ancaq bir məqamda şəxs əvəzliyi kimi düşünə bilirik. Ona görə doğru D olmuş olacaq. O meşəyə gedən yoldur. Burada da yalnız işarə kimi düşünə bilirsən. O meşəyə gedən yol. Ona görə Y də olmuş olmayacaq. Videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, izahlar sizin üçün faydalı oldu. Əgər videonu bəyəndinizsə, like etməyi, kanala abunə olmağı unutmayın. Fikirləriniz varsa şərh bölməsində yaza bilərsiniz. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun. Hər kəsə uğurlar növbəti imtahanlarda.